Gəlin bugün tarixin ən böyük ironiyalarından birinə baş vuraq. Bir sərkərdənin ən böyük zəfərinin əslində onun süqutuna necə yol açdığını anlayaq. Yuli Sezarın suikast hekayəsini yəqin ki, hamı bilir. Amma əsl sual budur. Niyə? Və cavab, təəccüblü də olsa, onun ən böyük qələbəsində gizlidir. Deməli, Sezarın Romada niyə bir təhlükə kimi göründüyünü başa düşmək üçün gəlin əvvəlcə onun hərbi dühasının zirvəsinə, Qaliya müharibələrini bitirən o məşhur döyüşə nəzər salaq. Eramızdan əvvəl 52-ci il, həlledici Alesiya mühasirəsi. Təsəvvür edin, Sezarın legionları Birləşmiş Qaliya ordusundan tam 4 dəfə az idi. Yəni, hər bir Roma əskərinə 4 düşmən düşürdü. Bu, həqiqətən də demək olar ki, çıxılmaz bir vəziyyət idi. İndi onun strategiyası, açığı, ağlasığmaz dərəcədə cəsarətli idi. Təsəvvür edin, o bir ordunu mühasirəyə alır, eyni zamanda da bilir ki, arxadan ondan da böyük bir ordu gəlir və özünü mühasirəyə alacaq. Yəni, o bilə-bilə özünü iki düşmən ordusunun arasına atırdı. Sanki bir sendviçin içində qalmışdı. Və bu qələbə Sezara təkcə torpaq qazandırmadı. Yox, bu ona küllü miqdarda sərvət, ordusunun sarsılmaz sədaqətini və ən əsası, xalqın gözündə az qala ilahi bir status qazandırdı. Bax, məhz bu hədsiz güc Romada həyəcan təbilini çalmağa başladı. Və ironiya da elə bundadır. Onu döyüş meydanında məğlub edilməz bir qəhrəman edən uğurlar, Senatın gözündə onu Respublika üçün ölümcül bir təhlükəyə çevirirdi. Ölümündən əvvəlki son bir ildə atdığı addımlar bu qorxuları daha da alovlandırdı. Məsələn, senatorları ayağa qalxmadan qarşılaması. Bu, açıq-aşkar bir hörmətsizlik, onları özündən aşağı görmək deməkdir. Sonra, xalqın toxunulmaz səsi sayılan tribunuları cəzalandırması. Bu isə artıq qanunları heçə saydığının bir növ sübutu idi. Hətta kral tacından imtina etməsi belə çoxlarına görə səmimi deyildi, sadəcə bir siyasi teatr idi. Əslində, faciə də elə buradaydı. Onu döyüş meydanında misilsiz bir komandir edən xüsusiyyətlər, yəni o qətiyyəti, o sürətli qərar vermə bacarığı, Romanın mərkəzində, siyasət meydanında onu bir tiran kimi göstərirdi. Və beləliklə, eramızdan əvvəl 44-cü ilin fevralına gəlib çatdıq. Artıq təxminən 60 senator qəti qərara gəlmişdi. Respublika üçün yeganə çıxış yolu Sezarın aradan qaldırılmasıdır. Qanlı bir qarşıdurma üçün səhnə artıq hazır idi. Sezar bir çox xəbərdarlıqlar, pis əlamətlər alırdı. Hətta Spurinna adlı bir falçı ona məşhur sözlər demişdi. Bəli, idlər gəldi, amma hələ getməyib. Amma Sezar ya özünə həddindən artıq güvənirdi, ya da talihə boyun əymişdi. Martın 15-də Senatın iclasına getmək qərarına gəldi. Və bu suiqəstə rəhbərlik edənlər kimlər idi? Elə Sezarın bir vaxtlar əfv etdiyi, hətta dostu hesab etdiyi adamlar, məsələn, Brut və Cassius. Onlar zərbəni endirmək üçün ən simvolik yeri seçmişdilər. Respublika qanunlarının beşiyi sayılan Senat binasını. Burada çox vacib bir məqam var. Brutus israr etdi ki, Sezarın güclü müttəfiqi Mark Antoniyə toxunmasınlar. Deyirdi ki, bu bir siyasi təmizləmə deyil, bu bir tiranın aradan qaldırılmasıdır. Bu bəlkə də nəcib bir fikir kimi səslənirdi, amma Mark Antoniyi sağ buraxmaqla suiqəstçilər özləri də bilmədən həm özləri, həm də qorumağa çalışdıqları respublika üçün ölümcül bir səhvə yol verdilər. Və beləcə, Senatın döşəməsində, ironik bir şəkildə, bir vaxtlar məğlub etdiyi rəqibi Pompeyin heykəlinin düz ətəyində Yuli Sezara tam 23 bıçaq zərbəsi vuruldu. Suiqəstçilər qışqırırdılar. Roma xalqı, biz yenidən azadıq. Amma onların bu hərəkəti heç gözləmədikləri bir nəticəyə, tam əksinə Romanı daha da dərin bir qaranlığa sürükləyəcəkdi. Gözləntilərinin əksinə olaraq onlar xalq tərəfindən azad edənlər kimi qarşılanmadılar. Əksinə Mark Antoniyə Sezarın qanlı cübbəsini və vəsiyyətini istifadə edərək elə bir ictimai qəzəb dalğası yaratdı ki, suiqəstçilər Romadan qaçmaq məcburiyyətində qaldılar. Sezarın ölümü əslində Respublikanı xilas etmədi. Onu tamamilə parçalayan amansız bir vətəndaş müharibəsinə səbəb oldu. Bu müharibə bir tərəfdə Sezarın intiqamını almaq istəyən Antoni və onun gənc varisi Oktavian, digər tərəfdə isə özlərini respublikaçılar adlandıran Brutus və Cassius arasında ölümdirim mübarizəsinə çevrildi. Nəticə nə oldu? Suiqəstçilər məğlub edildi, onların yaratdığı ikinci triumvirat da bir-birinə düşmən kəsildi və sonda bütün bu xaosun, bütün bu küllərin arasından tək mütləq bir hökmdar yüksəldi. Bəli, Sezarın övladlığa götürdüyü Oktavian, Avqust adını alaraq Romanın ilk imperatoru oldu və bununla da 500 illik Roma Respublikasının kitabı bir dəfəlik bağlandı. Beləliklə, gəlin əvvəlki suala qayıdaq.
Onlar respublikanı xilas etmək üçün bir adamı öldürdülər. Amma fərqində olmadan onun daimi süqutuna aparan hadisələr zəncirini öz əlləri ilə başlatdılar. Onlar tiranı məhv etdilər, amma bununla da əsl tiranlığa, yəni imperiyaya qapı açmış oldular.